Danışaq ərəblər dövründən. Ərəblər Azərbaycan torpaqlarının işğalına nə vaxt başladılar? Ərəblər Azərbaycan torpaqlarının işğalına 639-cu ildə Qəzvinin işğalı ilə başladılar. Cənubi Azərbaycanda ərəblərə qarşı mübarizə aparan Mərzban kim idi? İsfəndiyar ibn Fərruxzad idi. İsfəndiyar hansı döyüşdə ərəblərə məğlub oldu? Cərmidan döyüşünü 643-cü ildə məğlub oldu və tabe oldu. Bəli. Cərmidan döyüşündən sonra ərəblərin Azərbaycanın hansı hissəsinə yolu açıldı? Azərbaycanın cənub hissəsinə. Cənub hissəsi Şimal hissəsinə yolu açıldı. Bəli. Şimali Azərbaycanda ərəblərin ilk hücum etdiyi şəhər, məntəqə hansı ərazi? Şirvan və Dərbənd ərazisi. Dərbənd hakimi kim idi? Şəhriyar idi. Hansı şərtlə ərəblərə tabe oldu 643-cü ildə? Deməli, Dərbənd ahalisi cizyə vergisi verməli idi ərəblərə və ərəb ordusunda Dərbənd ahalisi xidmət etməlidir. Xidmət müqabilində deməli onların belə deyək də adət can vergisi azad olunurdu. Yəni ərəb ordusunun əsgər kimi xidmət və can vergisindən azad olunurdu. Bəli. Ərəblərə qarşı Azərbaycanda ilk üsyan hansı üsyandır? Ərəblərə qarşı 643-cü ildə Ərdəbil üsyanı. 43 deməkdir. 44, 45-ci illərdə hansı xəlifənin göndərdiyi qoşun bu üsyanı? Xəlifə Osmanın göndərdiyi qoşun bu üsyanı yatırdı. Bu üsyanı yatırmağa nail olmuşdu. Bəli. Ərəblərin Muğanın tifisi tabe etməsinə vaxtı 644-cü ildə. Xəzər-Ərəb müharibələri nə vaxt başladı? Deməli bu 1-ci Bələncər döyüşü ilə başladı 643-cü ildə. 2-ci Bələncər döyüşü 653-cü ildə. 1 və 2-nin qalibi hansı tərəf idi? Hər iki tərəfdə Xəzərlər ərəblərə qalib gəldi. Bəs 3-cü Bələncər nə vaxt idi? 622-ci ildə. 722-ci ildə, bəli. Artıq bu döyüşdə isə ərəblər qalib gəldi. Qalib gəlib Bələncər. Sağalan döyüşü nə vaxt idi? 731-ci ildə başlayıb bu döyüşlərə Xəzərlər qalib gəldi. Hilat döyüşü? Hilat döyüşü təqribən 36-37-də 7-ci ildə bu döyüşlərdə ilk dəfə olaraq deməli Xəzərlərin qarşısını ərəblər ala bildi. Kəsdilər, ərəblər qalib gəldilər və Xəzərlərin qarşısını kəsdilər. Müharibənin taleyi də bu döyüşdən həll olundu. Xəzər-Ərəb müharibələri Xəzərlərin məğlubiyyətinə bitmişdi. Təqribən 100 ildən çox davam etmiş Xəzər-Ərəb. Xəzər-Ərəb işğal dövründə Azərbaycandakı inzibati bölgü necə idi? Mahallara bölünürdü. Ən böyük inzibati bölgü vilayətlərə, yəni əmirliklərə bölünürdü, sonra mahallara, sonra məntəqələrə bölünürdü. Axırda kənd idi. Ərəb işğal dövründə Azərbaycanda ərəblərin hərbi düşərgələri necə? Ərabat adlanırdı. Ərəblərin can vergisi, cizyə idi. Torpaq vergisi, xərac idi. Dövlət torpaqları divan idi. Xidmətə verilən torpaq, iqta idi. Şəxsi torpaq, şəxsi torpaq deməli feodalların mülk adlanırdı. Dini torpaqlar vəqf adlanırdı. Cəmaəti istifadəçilərin icma torpaqlarıdır. Verginin ağırlığı da məhz bu torpaqlara düşür. Daşına bilən əmlakda alınan vergi xüms adlanırdı, bəli. Sədəqə vergisi zəkat idi. Ramazan bayramı çıxarılan vergi fitrə adlanırdı. Ərəb işğalı dövründə Azərbaycanda Qafqaz canişini yaradılmışdı. Qafqazda. Qafqaz canişinin ilk mərkəzi hansı şəhər idi? Mərkəzi Dəbil şəhəri. Sonra isə 705-ci ildə Bərdəyə köçürülmüş. Tamamilə doğrudur.